Biraz özümə gedib alış-veriş elədim. Onları indi sizinlə paylaşım. Bütün prosto paketləri bir-birinin içinə qoymuşuq. Birisini çıxardım. Bu Əhməddəki Zoluşka var. Çoxunu oradan aldım. Göv əslində çox şey almaydı. 2 dənə şey alıb gələcəkdim. Bu nədir? Bence boşdur deyəsən. Amma çox şey aldım. Nəzərdə olmayan şeylər də aldım. Hamısını boşaldım. Sizə bir göstəreyim. Deməli, bir dənə belə cımbız aldım. Makyaj yəni. Sonra bir dənə belə kontur aldım. İndi bu necədir, nə cürdür bilmirəm. Makyaj eləyəndə hər halda biləcəyəm. Bu şeylə biri odaklaya bilmirəm. Arxasında çox şey var. Belə qoyum. Belə odaklayacaq. Bunu aldım. 17 manat 20 qəpiyə. Bunu almamışam. Bunu özüm eləmişəm. Bu mənim öz istehsalımdır. Bu mənim istehsalımdır. Səhv yerə qoymusunuz. Aparın bunu. Sonra bir dənə yerdə göstərmək daha yaxşıdır. Bir dənə belə rumyan aldım. 50'lik. Onu 10 neçə almışam? 14 manata. Belə göstərim, əlimi odaqlayır. Rəngini bu da öz istehsalımdır. Bu da mənim istehsalımdır. Bunu da almamışam. Öz istehsalımdır. Mənim istehsalatımı niyə gətirirsiniz? Aparın. Mənim istehsalımdır. Tək əllə açmaq biraz problemdir. Açdım. Deməli, rəngi belədir. Qoyum qırağa. Külək var. Uçurdur hər şey. Bunun rəngi belədir. Hətta əlimin üstündə sizə göstərim. Rəngini göstərim sizə. Amma belə görsənməyə də iki rəngi. Qəşəng görsənmir belə. İşıq yaxşı deyil nədir? Odaqlanır. Belədir də, açıq rəngdədir. İnşallah hiss olunur. Mən çox da hiss eləyə bilmədim rəngi burada. Nəysə. Sonra bir dənə özümə gözaltı konsealer aldım. Belə rəngi. Nömrəsi bu arada 2-dir. Bunu da 14 manat aldım. Düzün sözü tam olaraq bəyəndim, qəşəngdir, qəşəng deyil. İnanırsınız bilmirəm. İstifadə eləyəndə biləcəyəm. Çünki nə alacağımı özüm də bilmirdim. Rəngi belədir. Sonra bir dənə belə Gloria'nın highlighter'ını aldım. Bunu dənədim amma. Bunu dənədim, onu çox bəyəndim. Qəşəng parıltısı var. Sizə hətta parıltısını da göstərə bilərəm. Bu əlimin burasına göstərim. Görürsünüz, qəşəng parıldayır. Bilinir. Bilmirəm ki, bilinir ya yox. Amma parıltısı qəşəngdir. Bir dənə qaş qayçısı almışam. İnşallah bəyənərəm. Məndəki o qayçısı körəlib, qəşəng kəsmir. Sonra 2 dənə belə gözümün altında pudra ilə sabitləmək üçün xırda süngər aldım. Konsileri vurmağı ola bilər, konturu vurmaq üçün, yaymaq üçün ola bilər. Dəqiq bilmirəm nə üçün istifadə edəcəyəm. Belə bir dənə fırça aldım. Başlığı belə. Böyük ihtimalle bunu kontur üçün istifadə edəcəm, konsiler üçün yox. Sonra bu dəhşət moda minəm. Çox gördüyüm Novun stick güneş kremini aldım 24 manata. Bunu niyə aça bilmədim? Burada açmayı problemdir. Belə. Bu arada heç stick güneş kremi istifadə eləməmişəm. İlk dəfədə istifadə edəcəyəm. Məmnun qalaram, qalmaram, orasını dəqiq bilmirəm. Amma belə boyutu xoşuma gəldi. Çantaya at, özünlə götür. Güneş kremi çünki təzələnməli olan bir şeydir. Stick biraz mənim üçün sual işarəsi altındadır. Stick krem, yəni bir şey istifadə eləmək. Çünki nə qədər olmuyorsa, məsələn, deyək ki, bu ənliyi var. Ənliyin üstünə sticki vuranda, bilmirəm ki, dənliyə elə. Stickin üstünə rəngi çıxmır, yəni bunu. Buradan. Yox, çox hafifdən də olsa çıxır. Hayda, mən şey alacaqdım, makyaj sabitləyici. Unuttum. Nəysə yoxdur. Alaram. Bir dənə kərim üçün dodaq balzamı aldım. Çünki kərim dodaqları aşırı quruyur. İnşallah rəngsizdir. Sana açma şeydir. İçi kəsəcəyim. Ondan sonra. Hə, tamam. Al. O açmır. Nəysə özün sonra açarsın. 2 dənə də belə zakolka aldım özümə. Orada yoxladım. Saçımı tuturlar ikisi də. 2 dənə belə özümə zakolka aldım. Əslində nazik xırda o şeylər var, rezinlər var. Onlardan almalıydım. Onlardan da yox idi. Aldıqlarım bu qədər. Kərim üçün aldığımız stikə Kərim açdı. Hə, rəngsiz kimi bir şeydir. Belədir, amma bunlarda rəng görsənmir də. Belə vurum, əlimə görəcəksiniz. Rəng görsənmir. Bunu denədik. Bu rəng verənlərdən imiş. Yəni belə rəngsiz görsənir. Amma baxın.
Yəni belə yaydıqca qırmızı çıxır ortaya. Gördünüz? Nəysə, Kərim bunu istifadə edə bilməyəcək. Anne itleri baktı. Ay terseliyor. Düşdük avtobusdan. Bu arada hamınıza salamlar. Bu videoda salam verməmişəm. Hamınıza salamlar. Nətərsiz, necəsiz? İnşallah hamınız yaxşısınız. Ola bilər. Ramine bu arada köhnə iş yeri haqqında danışırıq. Hansı idi deyə. Acımışıq. Gedəcəyik, yemək yeyəcəyik. Şəhərə çıxmışıq gəzməyə. Çünki biz düzəməlli şəhərə getməmişik. Komikti değil mi? Çox komikdir. Biz zamanlı şəhərə çıxmamışıq. Ona görə çıxmışıq indi şəhərə, şəhəri gəzəcəyik. Yox, zamanlı çıxmamışıq, indi də elə belə çıxmışıq. Niyə? İndi zamanlı çıxdıq da. Heç olmasa bir hissəsini normal gəzəcəyik. Yəni, Anne haydi. bir kamera yapalım. Gedirik indi. Həm gəzək, həm yemək yeyək. Amma nə yeyəcəyik hələ qərar verməmişik. Bir iki şey arasında qalmışıq. Ya pizza yeyəcəyik, ya şarma yeyəcəyik. Şarma nerede? O bir dəfə yedik ya. Şeydə oturduq, Əhməddə oturduq, yedik. Dediyini doyurucuydu. Onu bəyənmədi amma Əhməddəki şaurma heç qəşəng deyildi. Döner çimi. Hə. Nəysə, gedirik. Uşaqlar da acıblar. Avtobusda Ara mənə vardı, görə anne. ağlayırlar. Bu arada makyajımı bu bəyəndim. Şeylə eləmişəm. Təzə aldığım ürünlərlə eləmişəm. Şeylərimi çox bəyəndim. Rumiana falan çox bəyəndim. Rəngi çox qəşəngdir, pigmenti qəşəngdir. Sonra konturu bəyəndim. Qəşəngdir o da. Hanım qızlar yatıb durdular. Yerim sizəyiz. Qızlarım gəliblər şarma yeməyə. Kərim menüyü incələyir, amma sifariş vermişik. Bu arada bu yer bizim üçün çox əzizdir. Çünki niyə? 2011-ci ildə Rami ilə ilk görüşümüzdə, yəni 2011 sentyabrın 28-i biz burada gəlib Ramin ilk dəfə mənə şarma datdırıb. Burada. Ona görə bura yeri bizim fərqlidir. Düzdür, o vaxtın şarmasının dadı var, yoxdur, onu bilmirəm. İndi yeyib görəcəyik. 8 illik yəni şarma. Deyirəm də Əhməddə bir dənə yedik. O da xoşumuza gəlmədi o qədər. İndi burada yeyəndə görəcəyik. O dadı verib. Şaurmalar gəldi. Buranın şarması pis deyil, yaxşıdır. Yediyi içi də belə görsənir. Yaxşıdır. Əhməddəkindən daha yaxşıdır. Amma əvvəlki şarma yerində deyil. Ya bizim ilk yediyimiz 15 il bundan qabaq şarma deyil də. Gəlmişik Malakan bağına. Deməli mən parkın o tərəfindən düşdüm. Rami ilə bu arada tanış olmuşduq da. Telefonla ilk dəfə bir-birimizi görəcəkdik. Mən parkın o tərəfindən düşdüm çünki məktəbim oradaydı. Ramin də burada yuvarlaqda oturmuşdu. Hansı yuvarlaqda oturmuşdun? Buralarda bir yerdəydi. O deyil orada, hə, o tərəfdəydin sən. Orada bir yerdə oturmuşdu Rami. Düzdür, biraz buranı bəzi yerlərini dəyişdiriblər. Mən də buradan düşdüm, Ramin bəylə görüşdüm. Burada əvvəllər maşın yolu var idi. İndi oranı eləyiblər, bütöv qatıblar parkın içinə, yolun içinə. 15 il bundan qalıb. Hə, 15 ildir Hə, ömrümü ömür qatırsın. ay sağ ol. Əlimi sıxma da. Hə, elə oldu. Yox. Buralar yoluydu, maşın yoluydu. Hayda. Ha, burada saxlayıblar maşın yolu. Buralarda amma Beləsinə, hə, yoxdur. Hamısını qatıblar. Qabaqda.
Buraları qatıblar da. Bura belə deyildi, yoluydu. Ayda. Hə. Ayca, yuxusu gəlir ona. Bağlayıram. Yox, bağlama. Sura yatacaq. Mənim məktəbim. 3 il ayaqdaymışam da. Ha. 3 il ayaqdaymışam bu qapıya. Bax buradır Kərim, buradan girirdim. Ne bura? Gəlib çıxdıq bunlara. Kərim gördü Qız Qalasını nəhayət. Qalası. Kərim görmək istəyirdi, gördü. Hə, gördü. Ne görmedin? Bir dənə o qar kimi olan ağ rəng. Heydər Əliyev mərkəzi. Biz burada vinetka şəkli çəkdirmişik. Çox qaranlıqdır, qəşəng düşmürsən Kərim. Çox qaranlıqdır. Tamam. Burada vinetka şəkli çəkdirmişdik. Vinetkamı tapsam sizə göstərəcəyəm. Kərim bayaqdan ömrümü yeyib. Əjdaha nəfəsi, əjdaha nəfəsi. Oo, soyuq. Öyle olur. Ağzım burada. Papa onu Nə? arkada qalıb Yusuf. Ata ağzına elə. Ata Koy bir dənə ağzı var. bu elə. Tüstü çıxır. Ha içine şey tökür də, tüstü çıxan tökür. Mənə də ver. Çıkmadı. Evet çıkma. Bu öyle bu. Ya içine çıxan qoydu da. Bu nedir ya? Bəyənmədim. Kaşe eğlenmiyor. Parmağım getdi, oldu elə pis buzdu ki. O öyle olurdu, o ekstra soydur, onu yurundan soyuq çıxır da. O parmağım Bəyənmədim. getdi. Hamınıza yeni gündən salamlar. Bugün Eltimin balkonunu təmizləyirəm. Balkon 7-8 aydır hardasa mən bildiyim qədər təmizlənmir. Bunun üçün bu qədər kirlənib. Bunun da səbəbi Eltimin yaxın zamanda bacısını itirməsidir. Hətta əvvəlki vloqlarımda da demişdim, yaxın bir adamımızı itirmişik, ona görə keyfim yoxdur falan. Ani olduğu üçün bacısı ilə əlaqəli bir çox şey əli getmir. Məncə bu da normaldır. Çünki yaxınlarımızı itirəndə o yaş sürəcindən çıxmaq olmur yəni. Onlar bacı olaraq çox yaxın idilər. Valideynlərini də ard-arda itirmişdilər deyə. Yəni bacısını itirmək Eltimə ekstra çox ağır gəldi və hələ də atlata bilmiş deyil. Onun haqqında danışa bilmir, danışanda gözləri dolur. Yəni ona görə də belə olur da, yəni insan əli getmir o insanla olan, əlaqəli olan şeylərə. Bu balkon bizim yatdığımız otaqdaydı. Həmişə bacısı oranı yığışdırırmış. Bu arada mənə deməmişdim. Amma balkona əl vurmamağından başa düşdüm ki, niyə oranı yığışdırmır? Çünki Eltim çox təmizkar və çox səliqəlidir. Ona görə də qərara gəldim ki, balkonu mən təmizləyim. Həm onun üstündən yük qaldırmış olaram, həm də bizə elədikləri üçün də qismən də olsa sağ ol demiş olaram. Heç ona demədən girişdim, çünki qoymayacaqdı iş görüm. Eltim heç nəyə əl vurmayama qoymur. Get uşaqlarına bax deyir, get uzan dincəl deyir. Həqiqətən də heç nəyə əl vurmağıma qoymur da. Ona görə bilirdim buna da əl vurmağa qoymayacaq. Təzə başlamışdım yığışdırmağa. Gəldi gördü ki, Arzu elə savaba batdın, elə savaba batdın. Heç əlim getmirdi buranı yığışdırmağa.
Çünki buranı həmişə bacım təmizləyirdi deyəndə dedim mən başa düşdüm sən buranı niyə təmizləmirsən. O qədər sağ ol dedi ki mənə. Nəysə sizi təmizliklə baş-başa buraxıram. Sizə yaxşı seyirlər. Sadəcə bunu demək istəyirəm ki, burada elədiyim ən böyük səhvlərdən biri də kombinin üzərində quşların yuva saldığını unutmuşdum təmiz. Yəni burada göyərçinlər yuva salmışdılar, balaları böyüdü, boşsular getdilər. O yuva tərk edilibdi. Əslində orada yuva artıq heç göyərçin falan yaşamır. Mənim təmiz yadımdan çıxdığı üçün birinci onun üstünü təmizləməli idim, sonra yeri silməli idim. Məcbur sildiyim yerin üstünə bir də onun tozunu, torpağını, bütün zistibilini tökməli oldum ki, elə bildim ki, daha yaxşı təmizlənsin də o kombinin üstünü təmizləyə bilim. Yəni işimi 2 dəfə görmüş oldum, eyni işi. Bu arada mənə deyə bilərsiniz ki, niyə normal süpürgə ilə süpürmürsən, bu balaca şotkanı götürmüsən, elə hər işi onunla görürsən. Çünki evlərində süpürgə yox idi. Süpürgə genəldə istifadə eləmirlər, tozsoran istifadə edirlər, bir də yerləri silirlər. Yəni bu balaca əlimdəki silmək, toz süpürmək üçün şotka var idi, başqa bir şey yox idi. Ona görə bundan eləyirdim.
Buralar belə təmizləndi. Şpilkaları belə qaba qoydum. Qalanlarını da bu poşetə qoydum. Bu damcılar indi bundan töküldü. Quruyacaqlar. Buraların hamısını sildim, elədim, təmizlədim. Bunu da yudum. Qəşəng. Kartuşka, soğan həmişə burada qalır. Məsələn, oldu tərtəmiz. Bu arada bankalarda bir qadın var. Ona veriləcək. O istifadə edir. Belə dedilər. Onları bankalara çıxardıb çölə qoyduq ki, sabah da səhər tezdən aparılıb ona versin. Tərtəmiz çiçək kimi oldu. Bu arada kızlar, videomu burada sonlandırıram. Beni buraya kadar izlediğiniz için hamınıza teşekkür ederim. İnşallah beğendiğiniz bir vlog olar. Öpürəm, hələlik.